Əhməd bin Həmbəl rahimehullahın məclislərində 80-dən çox mübəlliğ olurdu. Mübəlliğ bilirsiniz nə deməkdir? Mübəlliğ təbiri doğrudursa bizim dildə mikrofon. Nə deməkdir? Misal üçün İmam Əhməd rahimehullah burada otururdu, danışırdı. İmam Əhmədin səsini eşidən 100 nəfər. 100 nəfəri kim səsi çatırdı? Şübhəsiz ki, qışqıra-qışqıra danışmırdı da. Normal danışırdı. O 100 nəfərin başında, hansı ki ora kim səs gedirdi, bir nəfər otururdu. Həmin o bir nəfər o səsi İmam Buxari dediyini o birisiləri ötürürdü. Məclisdə 80-dən çox mübəlliğ olurdu. Allahu akbar. Məclis nə qədər, nə boydaydı? Minlərlə tələbələr. Minlərlə. 100-200 yox, minlərlə tələbələr idi. Rahiməhumullah. İndi bundan da təcrübəsi nədir? Deyirlər ki, biz şeyxin dərsində oturanda, İmam Əhmədin dərsində oturanda bizim bir qismimiz yazırdılar, öyrənirdilər faydaları. Əllərində qələm, dəftər. Digərlərimiz də deyir, nədir? Yazmırdıq. Yaxşı, onlar niyə otururlar, nə ilə məşğul olurlar? Kim bilir sizə? Ədəb öyrənirdilər, əxlaq. İmam Əhməd nə cür oturdu? Harda oturdu? Nə danışdı? Dərsin əsnasında səsini qalxızırdı, qalxızmırdı. Təbəssüm edirdi, etmirdi. La ilahe illallah. Ancaq səmt öyrənirdi. İllərlə. Siz düşünün ki, bu insanlar illərlə səmt öyrənirmişlər. Siz deməyin elə lazım olan, matlub olan buymuş. Elm tələbəsi üçün lazım olan buymuş. Ki nədir? Ədəb, əxlaq, səmt. Bəğ dediyim o hilm var, mülayimçilik. Bu lazım. Mülayimçilik olmasa, sərtlik olsa, heç kim qəbul eləməsin. Səhv deyirəm, yoxsa doğru deyirəm? Qəbul edəcəklər, yoxsa